Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Zabratdan üzüm aşağıya gedən yolda Araz Market və Barok Mebelin tam yaxınlığında magistral yoldan da cəmi 200 metr məsafədə məhəlləsinə qədər asfalt yol olan, sənədi həm evin həm torpağın kupçası olan belə bir gözəl 4 otaqlı həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videonu sona qədər izləyin. Bütün məlumatları videonun daxilində qeyd olunur. Evimiz ümumilikdə 2 sotun içindədir. Yerdən 9 daş kürsüdə tikilib. Ön hissəsi də balkon kimi saxlanılıb. Evin mətbəxindən birbaşa balkonuna çıxış etmək mümkündür. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının da hamısı qoyulub. Həyətimiz kermogranit daşlarla döşənilib. Evin padvalına 2 yerdən girişi var. Padvaldan keçid edərək otaqların hər birinin alt hissəsini rahat şəkildə gəzə bilirsiniz. Çardağa da girişi var. Mətbəxindən birbaşa evin balkonuna çıxa bilirsiniz. Evin hər bir tərəfi də yaşayış olan yerdir. Keçək evimizin daxilinə. Evimiz dəhliz sistemlidir. Dəhlizdən otaqlara bölünür. 4 otaqdır. 135 kvadrat da evin ümumi sahəsidir. Dəhlizə daxil olduqda sağda gəlir evin mətbəx hissəsi. Mətbəx mebelinə qədər hamısı qoyulacaq. Kombisi artıq qoyulub. Orada gördüyünüz kimi aparatı da qoyulacaq. Mətbəx mebeli də sizə hədiyyə olunacaq. Rüstüllərinəcən hamısı var. Evin altı beton, üstü kəmər, 4 bir tərəfdən qoşa daşla tikilmiş ev. Bura isə bizim geniş bir qonaq otağımızdır. Evin qiyməti isə 118.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılar olsa qiymətdə də indirim olunacaq ev sahibi tərəfindən. Evin 200 metr məsafəliyindən Koroğlu şəhər daxili bütün marşrut xətləri keçir. Sənəd evində torpağında kupçası, qiymət 118.000 manat. Bura evin hamam sanitar qovşağıdır. Duş kabinasına qədər, aksesuarlarına qədər hamısı yığılır. Değerli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün də təşəkkür edirəm. Göz haqqınızı halal edin. Bu da sonuncu yataq otağımız.